Öncelikle Rahip Bey, seni Azerbaycan Sesi Radyosu adına selamlayıram. Eğer senin ilk olarak bizim dinleyicilerimizle bir sözün varsa buyur, yoksa son tutuklananlar hakkında sizden bir rapor alalım. Ben de ilk önce size selamlayıram. Azerbaycan Sesi Radyosu'nun bütün çalışanlarını ve bu baştan verdiğiniz vakit için teşekkür etmek isterdim. Ben bir başa Azerbaycan'da olan insan hakları taptalanmasına geçmek isterdim. Demek ki geçen aylarda ve haftalarda Azerbaycanlı yazıcılar, jurnalistler, insan hakları faallarının çabuk şekilde hukuklarının pozulmasına şahit. Bu baskılar İran'da medreselerinde okulların açılması gününe yakınlaştıkça daha da şiddetleşir. O yüzden ki İran'da okulların açılış günü münasebetiyle İran'daki Avrupa milletleri, özellikle Azerbaycanlıların ana dilinde tahsilin hukuklarının rahat edilmemesine itirazlar her zaman olur. Bu itirazlar tam medeni şekilde çağrılarla, naql-adivarlarda sual yazmaqlarla, bazen üniversitelerde toplaşmaq veya siyaganda bile suallar verməklə də baş tutub. Bu baskıların ardından olaraq İran devletinin Çarşamba günü demek ki 10 september veya 20 şəhridə Tehran'da bir iftar mərasimində Tehran Nəzət Xiyabanında 18 tane Azerbaycanlı yazar, gazeteci, insan hakları faalı, ittilaatçı qüvvələr tərəfindən həbs edilirlər. Demek ki onların həbsi tam qanunsuz olub, onların hukukları heç də riayət edilməyib. Tutulanlar həbs zamanı heç bir kağız göstərilməyib, yəni onlara hökümsüz həbs edib məmurlar və onlar həbsdən sonra ilkin hukuklarını məhrum ediliblər. Demək ki, hələ də onların günahları açıqlanmayadır və onların durumu şübhəli halde saxlanılır. Devam edir durumlar. Demək ki, onların ailələri hələ də onlarla nə təkcə telefon təması olmayıb, bəlkə heç onlar vəkilləri də bu imkana sahib olmayacaq, görüşləri də belə olmayıb. Həbslər tanınmış Azərbaycan faallarından birinin evində olur, Səyyid Məhəmmədiyan və o da həbs edilənlər üstündədir. Hal-hazırda 9 kişinin həbsdə olduğu bizə bildirilir və bundan öncə də 9 kişi keçən günlərdə girovla azadlığa buraxılırlar. O buraxılanların içində əksəri qadınlar və ya uşaqlardılar. Azadlığa buraxılanların adları isə Rüqəyə xanım Əlizadə, tanınmış Güney Azərbaycanlı siyasi məxsus və hal-hazırda İranın mərkəzin həbsxanalarında yerləşən, Gərsək Qıransında həbs müddətini tutan Abbas bəy Lisanın həyat yoldaşı 3 uşağı ilə birlikdə, uşaqlarının adı Asilə 8 yaşında, Oxtay 9 yaşında və Sevdə 15 yaşında və xanım Rubab Ərzini, Əkrəm Nəccari, Fərhad Rüzai 9 saat həbsdən sonra azadlığa buraxılıblar və keçən gün isə mühəndis Məhəmməd Abbasfur, Yusuf Xuşyar, Şəhbəz İbrahimlicə isə 3 gün müvəqqəti həbsdən sonra girovla azadlığa buraxılıblar. İndi hal-hazırda həbsdə qalanlardan mühəndis Əlizə Fərraxi, qapadılmış Dilmaz və jurnalinin məhsulu, Əksər Azad, yazısı və varlıq demək ki, jurnalinin yazılar heyətinin üzvü, Həsən Rəşidi, bunlar da yazıcıdırlar və yenə varlıq jurnalının yazarlar heyətinin üzvləridir. Səid Məhəmmədi və ya Səid Müğanlı, şair və jurnalistdirlər. Bunlar da Yaşmaz jurnalının demək ki, məhsuludurlar. Həsən Rəhimi Bəyat insan hakları faallarından, Hüseyin Heydəri, Ulu Törənsəl Dərslərinin demək ki, sorumlu müdürü, Abbas Nəimi mədəni faallardan və Özrün Xoy NGO-sunun üzvü, Mehdi Nəimi, şair və İranda Türk dilinin universitetlərdə müəllimi və Səyyid Məhəmmədiyan hal-hazırda həbsləri davam edən şəxslərdir. Amma Qazi Mətin Zafir Tehranda ümumi dağların qazilərindən biridir. Onun dediyinə görə də o bunların
Pərvəndəsinin ortasına alır. Bunlar hal-hazırda özün həbsxanasının 209-cu bölməsində təsədanlı kamerada saxlanılırlar və onlardan sorğu-sual və onlardan dağıtlığı sürəsi də ən azı 10 və ya 12 gün sürə bilər demiş. O bu müddətdə onların ailələri və görüşə bilmədiklərini də vurğulamışdır ailələrin müraciətlərində. Ailələrin isə bu durumdan narazıdırlar. Onlar deyirlər ki, biz öz əzizlərimizin işgəncə olmasına çox nigaranıq. O yüzden də insan hakları faallarına müraciət edirlər medialara və istərlər ki, onların səslərini yaysınlar və onların hüquqların pozulmasını gereken yerlərə çatdırılsın. Və Takur Əlizə bəy Sərrafinin həyat yoldaşı radyoların birində öz müsaadəsində də bunu bildirmişdir ki, İranda bir müsəlman ölkəsi olduğu kimi və Azərbaycanlıların başqa millətləri olduğu kimi bir adət-ənənə olaraq demək ki, keçmişdən Ramazan aylarında insanlar birbirini özlərinə qonaq edirlər və o sual etmişdir ki, nədən bir yazarlar, şairlər də belə bir toplaşmaya, hüquqlara olmaya. O demiş ki, orada təkcə bir qonaqlıq olmuş və bu həbsləri də etirazını bildirmişdir. İlk öncə raporda dediyim kimi, bu tutulanların bir çoxu varlığın yazarlar heyətinin üzvüdürlər və tanınmış şəxsiyyətlərdirlər. Varlıqda bildiyiniz kimi 1358-ci ildən, yəni İnqilabdan bir il sonra Tehranda ardıcıl olaraq iki Türkçə və Farsça yayınlanır, Polşa Doktor Qalan Heyətinin məhsulluğu ilə. İndi mən icazənizlə həbs edilənlərin keçmişləri, onların fəaliyyətlərinə biraz açıqlayım. Çünki dediyim kimi bunlar çox tanınmış insanlardandır. Mühəndis Əlizə Sərrafi Dilmaz jurnalının ki, İranda ictimai, siyasi, iqtisadi, kültürel sahəsində iki dildə, Azərbaycan Türkçəsində və Farsçada Təbrizdə yayınlanırdı, məhsuludur. Bu jurnal demək ki, Mehr ayının içində 1986-cı ildə Əlizə bəy Sərrafinin əlindən alındı və qapadıldı. Dilmaz müxtəlif Azərbaycanda iqtisadı, Azərbaycanın ədəbiyyatı, folkloru və ya Azərbaycanda siyasi məsələləri ilə bağlı özəl sayılar yayır. Əlizə bəy Sərrafi də özü müxtəlif yazılarda çıxış etmiş, müxtəlif yerlərdə, müxtəlif jurnallarda, eləcə də varlıqda, həbsəli işinəvidə Azərbaycanda və bir çox. Əlizə bəy Sərrafi biz də İranda keçdə hüquqlu və hüviyyət-i milli İranyan, İranda müxtəlif milli etmişlər və İranlıların milli kimliyi adında kitabı Doktor Ziya Səbri ilə birlikdə Tehranda Əndişə yayın evində də çapa vermişdir. Deməli ki, Əlizə bəy Sərrafi Azərbaycan folklorunu da Tehran bilim yurdunda tədris etmiş bir öğretmen kimi. O ana diliyle ilgili bir çox ölkələrdə, eləcə də Azərbaycan Cumhuriyyətində, Türkiyədə və Sueddə seminarlarda iştirak etmiş, orada məqalələr iraya vermiş. O İranda müxtəlif oturumlarda, insan hakları və ya siyasi partiyaları, öğrencisel toplumların oturumlarında da mesela dəstəri təhkim vəhdətin siyasi dəbirlərin oturumunu 1986-cı ildə iştirak etmiş və ya Kanun-u Müdafiə Hüquq-u Bəşər insan haklarını müdafiə gəlməklərlə birlikdə çoxlu Azərbaycanın da insan haklarının tapdalanması və olayları ilə bağlı danışıqlar olmuş. Bir də Əlizə bəy Sərrafi yenicə qurulmuş Şurayı Milli Sülh Şurası ki, İranda Sülh Nobelini almış xanım Şirin İbadinin başçılığı ilə qurulmuş, onun da üzvüdür. Əlizə bəy Sərrafi 21 sözlüyə və dünya ana dili
günüyle bağlı da Təbrizdə iki seminer daha kurmuştur. Ama ikinci şahsa çekmek isterdim. Bu mühendis Hasan Raşidi'dir. Hasan Bey Raşidi 3 kitap müellifidir. Onların kitaplarının adlarından biri Zaban Tevki ve Muğliyet Kocası ve Sununi Andarıyan. Türk dili ve onun çekmişçi ve halkı durumu İran'da. Grameri sade zabanla, dilimizin sade grameri, Türkçen ve devleti tarih, zaban ve hüviyet enhad eylem, Türkler ve onların tarihi, dili, kimliğinin meselesi İran'da. Ki bu kitaplar üçü de Endişe'nin yayın evinde, Tehran'da yayınlanır. Cenab-ı Hakk'ın müxtəlif siyasi, ictimai tarihi ve edebi yazıları da İran'da yayınlanan Varlık, Yarpak, Yol, Şərq gazetesinde Nəvid Azadədən haftalilərində de çap olubdur. Bir de Cenab-ı Raşidi Sesler Kuruluşu derneğinin de üzvüdür ve bu dernek 1972 ildən veya 1990-cı illərdən ve 92-ci illərdən İran'da fəaliyyətdə başlayıb. Hasan Bey Raşidi hem de Azerbaycan dili ve edebiyatının da bir müəllim kimi fəaliyyət edir ve uşaqlara, öğrencilere öğretir. Hasan Bey Raşidi 11 Pir 1385 demək Azərbaycanda Xurda etirazları veya 2006-cı may etirazları döneminde de bir ay müddətində demək etirazlardan keçmiş, həbs edildi Tehran'da, iş yerinde, Safiye felaketinde ve onlar 3 ay müvəqqəti həbsdə qaldıktan sonra 4 Ağdan elə 1985-ci ildə girovla azadlığa bırakıldılar. Sonra ise onlar 13 İnqilab şöbəsi tərəfindən Tehran'ın bir il müddətində həbsə məhkum oldular ki, bu həbs demek ki 5 il müddətinə təliq edildi. Üçüncü şəxs Əkbər Azaddır. Cenab-ı Əkbər Azad Trendi Dilə Qırmızı Don 1-2 bizinci uşaq kitabını uşaqlara mərbut bir kitab yayınlayıb Endişeni ve Tehran'da. Onlar 1382-ci ildə Ayşin Musavi, Hasan Raşidi dinlədə yenə Sesler Kuruluşu demek ki Sesler Kuruluşu derneğini kurublar, onlarla birlikte Əkbər Bey Azad'ın varlıqda, Yarpaqda, Xudafarın aylığında veya Nəvid Azad'ın həftəliyində, Yol jurnalında bir çox yazıları getirmiş, o hem de varlık veya yolun da yazarlar birliği olmuş. Əkbər Bey Azad da 1383-cü ildə Dağdaş qalası demek ki mərasimlərində iştirakı yüzündən həbs edilir ve sonra həbsindən sonra Təbriz həbsxanasında bir müddətdən qaldıqdan sonra evin həbsxanasına göndərildi. Onlar 67 müddət həbsdən sonra girovla azadlığa bırakıldılar ve sonra ise İnqilab Məhkəməsi Əkbər Bey Azadı bir il həbsə məhkum etdilər ve bu il həbs Cenab-ı Azad'ın itirazı ile 4 aya indirildi. Cenab-ı Azad 1986 ilin Ağdan ayında öz həbs müddətini seçmek için her həbsxanasına gönderildi ve onlar həbs müddətini seçdikten sonra azadlığa bırakıldılar. Ama ikinci tanınmış şəxs Səid Muğanlıdır veya Səid Məhəmmədi. Səid Bey şairdir, yazıcıdır, jurnalist olarak fəaliyyəti en çok güzel. Onlar hem de nəşr işinde de məşğuldular. Səid Bey Yaşmaq Ədəbi jurnalının da məşğuludur ve onlar bundan önce de Yarpak demek ki həftəliyinin sərdəbiri kimi fəaliyyət etmişler. Səid Bey Muğanlı Azərbaycan Cumhuriyyətinin müxtəlif ədəbi, kültürel demek ki dernekləriyle, birlikləriyle yakından ilgisi var ve o müxtəlif zamanlarda Bakıya getmiş, onlarla fikir birliği ədəbiyyat dəhəsində oturmuşlar ve Dünya Azərbaycan ədəbiyyat haqqında
öz fikirlərini səsləndirmişlər seminarlarda. Səid bəy keçən ildə elə Bakıdan büründüyü zaman 1986-cı ilin firində Tehranın Mehrabat həbsxanasında, Mehrabat üzrüstürəm, hava alanında bir neçə saat həbsdən sonra və soğuklardan sonra azadlığa buraxıldılar. Onlar bir neçə dəfə də həbs ediliblər və 2-3 ay həbsdə qalıblar. Birinci dəfə Səid bəy Muğanlı 21 Azər mərasimi ilə ilgili 2-3 il öncə həbs edilmişdirlər. Onlar o zaman istəyirdilər Cənab rəhmətli ki, Tolstoy Məhəmməd Əli Zeydabinin məzarı üstündə şəbislərdə iştirak edələr və Səid bəyin müxtəlif həbsləri olub, o yüzden eləcə də Səid bəy dağış qarası mərasimləri ilə ilgili də bir neçə dəfə həbs edilir. Səid Muğanlı keçən zamanlarda isə internetdə bir şeir sahəsində bir festival keçirildi, Qızıl Alma festivalı. Orada birinci məqama layiq görüldü və onlar təqdir edildilər. Bir də Səid bəy 9 il müddətində Ərdəbil və Qum elmiyə havzalarında və tələbə kimi dərs oxumuşlar və onlar İslam, ilahiyyat sahəsində doktora almışlar. Üçüncü şəxs, dördüncü və beşinci şəxs mühəndis Həsən Rəhimi Bəyəkdir. Cənab Həsən Rəhimi insan haqları sağlıqlar, onlar Komitə Qüvvəşləran Hüquq-ı Bəşər demək ki, kəsinin üzvüdürlər İranda. Həsən bəy Təbrizdə həbs edilən öğrencilərin durumu ilə bağlı keçən 2 ayda çox böyük əməkləri olmuş, zəhmətlər çəkmişlər. Onlar radiolarda Amerika səsli farsça bölümü ilə müsahibələr vermişlər. Səyyid Məhəmməd Həqq demək istərdim. Səyyid Məhəmməd də mərasim də onun özündə olmuşlar, mizdan olaraq həbs edilib o da. Onlar da Azərbaycan mədəni fəallarındandılar və Qoşatay və ya Mühəmməd şəhərindəndiler. Cənab Oğuz'u da bundan öncə də bir neçə dəfə həbs edilib, son zaman isə həbsində bunların özü axtarılmış və əşyaları da onunla birlikdə zəbt edilmiş. O yüzden əşyaların bilgisayarı, kitabları, əl yazmalar. Mehdi Nəyimi Ərdəbili hal-hazırda həbs olanlardan biri. Mehdi bəy müxtəlif mərasimlərdə, Güney Azərbaycanda, universitetlərdə aparıcı kimi hər zaman görünmüş, Səttarxan mərasimlərində hər zaman aparıcı olmuş. Onlar həm də şiir sahəsində fəaliyyət edirlər, şair kimi. Türk dilini İranın universitetlərində tədris etmişlər və o cümlədən Tehran, Səməndər, Rəşd Universitetində Mehdi bəy Nəyimi bir dəfə bundan öncə də həbs edilmişdi 1984-cü ildə 24 avril zamanı və o zaman Cənab Nəyimi 12 gün müvəqqəti həbsdən sonra azadlığa buraxıldılar. Mehdi bəy demək ki, iqtisad sahəsində yüksək lisans almışlar Tehranın İmam Sabir Universitetində və o öğrenci olduğu dönemdə də saz öğrencisel dərgisini Türkçe və Farsça yayınlanırdı. Onu da sorumlu müdür kimi yayınlayıb, sorumlu müdürü olmuş demək. Abbas Nəyimi də hal-hazırda həbsdədir. Abbas Nəyimi mədəni fəalların tanınmışlarının biridir. Onlar Tehranın Universitetində Tərbiyyət Müdərris Universitetində əlbəttə çalışırlar hal-hazırda öğrenci, çekmiş öğrenci faallarındandır. Cənab Abbas bəy Nəyimi əslən xoyludurlar və onlar Özün Xoy NGO-sunun üzvüdürlər. Son dediyim şəxs isə Hüseyn bəy Heydəridir. Hüseyn bəy Heydəri əslən Qəzvin türklərindəndir və onlar da yüksək lisans öğrencisidirlər. Cami şinasi, sosyoloji, hatta öğrensel ulus dersinin de sorumlu müdürü kimi. Ama bunlar Tehran'da həbs edilenler insanlarımızdır. Keçən 4 günün içinde. Ama Təbrizdə də həbslərdən xəbər gəlir. Son xəbərlərə əsasən Təbrizdə tanınmış mədəni faal Əli bəy Sədiki
Şənbə günü 19 şəhərlər Teoriyada həbs edilirlər və ya 9 ayın 9-unda ya 9 septembrdə iş yerində İslah Qüvvələr tərəfindən bunun həbsi alındığı bildirilir. Hal-hazırda onun durumu ilə bağlı hər hansı bir məlumat əldə yoxdur. O ailəsi ilə və ya vəkili ilə heç bir təması olmayıb. Onun hələ də harada saxlandığı bəlli deyil. Əli Bəy Təqiqi Təbriz Universitetində riyaziyyat bitirmiş. O öğrenci olduğu dönemde öğrenci faaliyetlerinde iştirak etmiş ve yurt öğrenciler gəzisinin ve sorumlu müdürü olmuş. Ali Bey geçen ay 4 ayın önce de həbs edilmiştir. Yani Ordu'da 87. ildə demek İyan'da 2006 May etirazlarının 2002. il dönümü ərəfəsində. Cənab Ali Bey o zaman demek ki bir ay müddət həbsdən sonra 20 milyon təmən cirola azadlığa buraxıldı. O dönem həbsində ailəsiyle və silə heç bir görüşü olmadan müddət həbsdə saxlanılmışdı. Mən sonda eğer sizin izninizle sonda həbsdə olan insanlarımızın da adlarını okumak isterdim. Onlar hal-hazırda bazıları həbs müddətini çəkməsi istəyir, amma bazıları da yenə müvəqqəti həbsdədirlər. Müvəqqəti həbsdə olanlar isə Təbriz öğrenci faalları olacaq. Onların da həbsindən 2 ay artıq keçməsinə baxmayaraq hələ də müvəqqəti həbsdədirlər və bu dönemdə, bu zaman içində heç bir əmniyyəti və ya qəzai orqan bunların həbsinin mədəni və İslamları ilə bağlı heç bir açıqlama bunların ailələrinə verməmiş. Onlara vəkil tutma imkanı da verilməmiş. Yəni məhkəməyə vəkil tutma haqqı tanımayır bunlara. Bunların bir ailəsinin bütün müraciələri o orqanlara, istirahata və ya olsun məhkəməyə bir cavabla qarşılanır. O da budur ki, sizin övladlarınız bizimlə əməkdaşlıq etməyirlər və biz də onları o yüzden cəzalandırırıq. Deyim ki, indi həbsdə olan öğrenciler Səccad Bəy Razmış, Aydın Xazeyi, Tərəz Göstər, Dariş Hatəmi, Əmir Mərdani, Mənsur Əminyan, Məqsud Əhdi və Məcid Mahkulidir. Onların ailələri isə İranın Cəzaiyə Qüvvəsinin başkanı olan Hakimi Şəhridə açıq məktubda müraciət ediblər və dərhal öz övladlarının durumunun şəffaflaşmasını tələb etmişlər. Amma son həbsdə olanları da mən tez adlarını oxuyum. Onlar isə həbs müddətini seçməkdədirlər. Hal-hazırda müvəqqəti həbsdə olan bir Səadət Əbizdən artığı Maliyyə Molisqaya, o da Əhməd Şempurdur. Bunun da xəbəri yeni gəlmiş bizə. 21 yaşı vardır və şənbə 9 şəhrizlər, yəni bunun da həbsi keçən həftələrdə olmuş, onun da durumundan təəssülə artıq bilgi hələ də əlimizdə yoxdur. Amma hal-hazırda Yəz həbsxanasında saxlanılan Abbas Bəy Lisanidir. Təbriz həbsxanasında həbs müddətini çəkən öğrenci Mehdi Bəy Nuri ya Elman Təbrizlidir. Xoy həbsxanasında Həmid Rüstəmi Arğış və ya Həmid Arğış, Həmid Bəy Yalvardır, jurnalistdir və yenə Xoy həbsxanasında İbrahim Cəfərzadə mədəni faallardan, Un həbsxanasında Əbdüləziz Əzimi Qədir, Urmiya həbsxanasında Arif Ulufi və yenə İbrahim Bəy Rəşidi və ya İbrahim Savalan, Zəhid Bəhadiri, Nakı həbsxanasında Mehdi Nəsiri, Məhəmməd Nəsiri Üzrən və Ərdəbil həbsxanasında isə 5 il müddətində həbsini çəkən Əli Əbbasidir. Mən sizi eşidirəm, hər sualınız olursa onu cavablandıra bilərəm, bağışdan ki uzun sürdü. Zəxir. Sağ olun, Zəhid Bəy, bu genel və detaylı tutuklananlarla bağlı verdiğiniz rapor için
Mən bir sual soruşacağım. Bu son tutuklananların hakkında, yani bunların ittihamları belli oldu mu? Yani hangi ittihama göre tutuklanmışlar? Təəssüflə nəfəslər son tutulan, Tehran'da tutulan insanların ittihamları açıqlanmayıb. Bəlkə heç Təbrizdə 2 aydan artıq həbsdə olan öğrenci faalların da ittihamları şəffaf və açıq olaraq bilindirilmir. Yəni Tehran'dakilərin hələ ki Qazi Mətin Raşıqın dediyinə görə bunların hələ istintaqı sürür və bu istintaq ən azı 10 gün, 12 gün sürəcək və o yüzden hələ məhkəmə vurulmamış. Və onlar hal-hazırda İstilatın nəzarəti altında olan 209-cu evin həbsxanasının bölməsində saxlanırlar. Amma Təbriz qaydanda, Təbrizə dönərkən orada isə saxlanılan öğrencilərin durumu ilə də bağlı oranın inqilab məhkəmələrinin qaziləri, hakimləri eyni söz deyirlər. Onların da amma baxmayaraq ki 2 aydan artıqdır həbsləri, amma deyirlər ki hələ də istintaq davam edir. Hələ də nə bilim, bilməyəm hansı əməkdaşlıqlardan deyirlər. Deyirlər ki ailəmiz bizimlə əməkdaşlıq etməyir. O yüzden onları cezalandırırız. Bizim zəmmimizdə onların bundan artıq ittihamları açıqlanmadan həbsinin davam etməsi o insanların tam hüquqlarının pozulmasıdır. Buna görə ki İranın əsası qanununa, İranın anayasasına görə veya ittihamların hüququnun budur ki, həbs edilən hər bir şəxs 24 saat ərzində onun ittihamı açıqlanmalıdır və ona yazılı şəkildə bildirilməlidir, ailəsinə verilməlidir və ya 24 saatın ilə içində onun ailəsi onunla görüşməlidir, vəkilləri ilə belə görüş imkanı yaranmalıdır. Amma biz görürüz ki, bunların heç biri bizim Azərbaycanlı faallarımızın və son zamanda həbs edilənlərin haqqında riayət edilməyir və hələ də biz onların ailələri xəbərsiz olaraq onların ittihamından mügərəmçilik içində yaşayırıq və onların son durumların nə olacağını belə bir də merak edirik. Ben size eşidirəm Şahin Bey. Araz Bey. Oldu, sağ olasınız Zahid Bey. Ben teşekkür ederim sizden bu geniş verdiğiniz raporlar hakkında. Ben son olarak sözü size bırakıyorum. Eğer bir sözünüz varsa buyurun. Yoksa mən də sonda sizdən Azərbaycan Səsi Radyosunun bütün əməkdaşlarından mənim üçün verdiğiniz vaxt üçün təşəkkür etmək istərdim və sizə uğurlar arzulayırım.